Görünən odur ki, o 3 ildən bu yana demək olar ki, bir çox şeylərdə irəliləyiş əldə edə bilməmişik. Bir küçənin canlı olmağını istəyirsinizsə, oranı insanlara verməlisiniz. Biz isə o küçələri dəmirlərə veririk. 4 dənə təkəri olan dəmir bir qutuya veririk. Onlar da hərəkət edə bilmir. Paytaxt küçələrindən hər gün minlərlə insan keçir. Amma hamı üçün nəzərdə tutulmuş bu yollar və keçidlər bəzən cəmiyyətin fiziki cəhətdən həssas qrupları üçün keçilməz olur. Radio aparıcı Tural Yusifovun illər əvvəl əlil arabasında şəhəri gəzərək fiziki məhdudiyyətli şəxslərin qarşılaşdığı real çətinlikləri öz təcrübəsində göstərməsini çoxunuz xatırlayırsınız. Onun müşahidələri həm şəhər infrastrukturundakı problemləri, həm də onların insanların gündəlik həyatına təsirini açıq şəkildə ortaya qoymuşdu. Və birinci mərhələni keçməyə çalışır. Yox, keçmək olmur kişi. Və şəhər onun sakinləri üçün əlçatan deyil. Həm fiziki olaraq əlçatan deyil, həm də informativ olaraq əlçatan deyil. Biz bunu diqqətə çatdırmaq istəyirdik. Bəzən insanlar onun fərqinə varmırlar. Misal üçün Heydər Əliyev prospektində indiki o keçmiş Şəfa stadionunun yanındakı keçiddə mənim yıxılma səhnəm var. Sosial mediada ən çox paylaşılıb və ən çox mənə gülünən bir videodur. Yəni müxtəlif memlər eləyiblər, ələ salıblar, gülüblər, ağıl verməyə çalışıblar, məsləhət verməyə çalışıblar və s. Tural Yusifov Ağşəhərin paytaxtın digər ərazilərinə nəzərən çox daha inklüziv və insanyönümlü olduğunu qeyd edir. Lakin şəhərin digər ərazilərində haqqında danışdığımız infrastruktur problemləri var. Bu problemlər də insanların hərəkətinə çətinlik yaratmaqla yanaşı tez-tez qəzalara da səbəb olur. Piyada vurulması ilə bağlı reportajlar gedir, bizim kanalda da gedir, digər media orqanlarında da yayımlanır. Amma biz orada nəticədən danışırıq. Piyada keçdi və vurdu. Piyada necə keçdi? Piyadanı ora gətirən amil nə idi? Bir cinayət baş verəndə bu cinayətin törədilmə səbəbi göstərilir. Biz deyirik ki, o piyada keçidindən istifadə etməyib. Piyada keçidindən istifadə etməmə səbəb deyil, nəticədir. Onun səbəbi var oradan istifadə etməməyə. Niyə görə? Çünki əlçatan deyil, inklüziv deyil. Müsahibimizin fikrincə, infrastruktur problemləri ilə yanaşı informasiya çatışmazlığı da şəhərimizi inklüzivlikdən uzaqlaşdırır. Heç bir əlilliyi olan şəxs onun yaxınlığından keçən, yəni yaşadığı yerin yaxınlığından keçən avtobusun pandusunun olub-olmadığını bilmir. Avtobusların gəlmə və getmə saatlarını biz bilirik, əpin üzərindən bilirik, amma onda pandus var ya yox, onu bilmirik. Heç bir əlil evindən çıxanda hansı kafeteriyanın, hansı restoranın, ictimai yaşayış obyektinin, bankın, marketin onun arabasına uyğun olub-olmadığını bilmir. Bununla bağlı biz indi çalışırıq onun üzərində əlçatan Bakı layihəsi etmək istəyirik ki, volontyorlar vasitəsilə hər kəs bir obyektin, bir yerin o əlillərə, hamilə qadınlara, burada söhbət tək əlindən getmir, yəni əsa ilə gəzən insanlar var. Onlar uyğun olmadığını xəritədə qeyd eləsinlər. Çünki informasiya qıtlığı var. Buna cavabdeh olan qurumlar bunu etmir. Növbədə biz etmək məcburiyyətində qalırıq. Müsahibimiz nə qədər neqativ tərəfləri göz önünə gətirsə də, müsbət hallardan da danışdı. Bu da gələcəkdə reallaşdırılması hədəflənən insanyönümlü şəhər planı ilə bağlı ümidlərin yaranmasına səbəb olur. Şəhərin və onun nəqliyyatının inklüzivliyi ilə bağlı problemləri var. Amma Bakubas və bir neçə daşıyıcılarda artıq əlillərin rahat minməsi üçün pandusları var. Və bundan öncə dediyim kimi Baku taksidə deməli London kəbləri tam inklüzivdir. Bakı şəhərinin baş planında piyada zonaları ilə bağlı bir bölmə var. Yəni siz baş plana baxdıqda orada piyadalar üçün zonaların, yaşıllıq ərazilərinin, piyada dəhlizləri dediyimiz piyada dəhlizlərinin nəzərdə tutulduğunu görmüş oluruq. Və ümid edirik ki, məhz Bakı şəhərinin baş planına uyğun olaraq bundan sonra olacaq tikintilərdə, söküntülərdə və şəhər salmada məhz baş planın o
dediyi yaşıl dəhlizlər, piyada dəhlizləri, piyada yönümlü olması, əlaqələndirilmənin hər biri rol oynayacaq. Tural Yusifovun təcrübəsi bir daha göstərir ki, əlçatan şəhər insanların bərabər şəkildə hərəkət edə bilməsi, müstəqil yaşaması və cəmiyyətin bir parçası olmaq hissidir. Problemlər göz qarşısındadır və onların həlli həm dövlət qurumlarının, həm də cəmiyyətin üzərinə düşən ortaq məsuliyyətdir. İnklüziv şəhər üçün görüləcək işlər hələ çoxdur, amma ən vacib addım artıq atılıb. Real problemlər görünməzlikdən çıxıb.